Bombardıman eləyim, necə deyərlər, düzəldim oranı. Mən də dedim ki, bəs əgər elə qüvvə var idsə, niyə bunu Stepanakert göndərmirdiniz? Siz də dediniz ki, çarpayılarda güya yaralıları orada, necə deyərlər, gülləliyirmişlər. Bax, buna nə deyə bilərsiniz? İsa bəy, axı yerdən bəyaqları deyirdilər, heç kim bilməsə də, biz çoxumuz bilirdik ki, məmləkəti Əbülfəz İlçi bəy yox, sizlə pənah idarə edirdilər. Axı bunu hamı bilirdi, real prezident siz idiniz. Ayın 5'ində Nurəddin Sadıqovun deməli, axşam fərman olmağını Əbülfəz Elçi bəy yox, ancaq siz demişsiniz ki, axşam fərman olacaq. Bax, xahiş edirəm, bu suallara cavab verəsiniz. Xahiş edirəm, Əbiyevi baş qərargah rəisi təyin etmə məsələsi ilə əlaqədar prezident iqamətgahına çağıranda, onunla ki, söhbətlər olub ki, sizi təyin edirik, baş qərargah rəisi, gedin qoşunu yığın, Gəncə məsələsini axıra çatdırın və təbiidir ki, orada onu balaca şirinlikdirmişsiniz. Hətta prezident tərəfindən ki, ondan sonra da aydındır ki, polkovnik olmayasan, daha böyük rütbə alacaqsan. İsa bəy, bunlardan danışın. Siz nə qədər bu milləti dolayacaqsınız, bu zalı dolayacaqsınız? Bəs ki, bundan danışın. Mən sizdən xahiş edirəm. Bax, bu faktların hamısına bir xahiş edirəm. Hörmətli sədir, qoyub bu İsa Qəmbər cavab verir. Tahir bəy, deyəsən, siz sözünüzü burada ya müstəntiq kimi, ya prokuror kimi hiss edirsiniz. Hər şeydə qatıb bir-birinə qarışdırırsınız. Deyirəm, siz komissiya irad dediyinizə görə mən onu deyirəm, özü mikrofonu keçirə də bilərsiniz. Mən generalam özü mikrofonsuz da danışaram. Deməli, ona görə xahiş edirəm, suallara da konkret cavab verəsiniz. Tahir bəy bir neçə məsələyə toxundu. Yəqin çoxlarını maraqlandıra bilər bu məsələlər, ona görə cavab verirəm. Əvvəla, müşavirədə hər hansı bir şəxsin nəysə bir söz deməsinə görə müşavirənin nəinki iştirakçıları, heç təşkilatçıları da məsuliyyət daşımırlar. Hər kəs öz çıxışında, öz başa düşdüyü şəkildə öz sözünü deyə bilər və ona da münasibət bildirilə bilər. Təbii ki, həmin deyilənlərə mənim də münasibətim mənfi olubdur. Və sizin sualınızın özündə bir-birinə ziddiyyət var. Çünki bir tərəfdən deyirsiniz ki, biz qəsdən o Moskva ssenarisinə uyğun bir şəkildə Azərbaycan xalqında Gəncə əhalisinə qarşı yaxud 709-cu briqadaya qarşı nifrət oyatmaq üçün belə bir çıxışlar eləmişik. Digər tərəfdən isə deyirsiniz ki, hakimiyyət öz əlinizdə olduğu üçün televizor verilişində Fəhminin çıxışı getməyib. Deməli, televizor verilişində Fəhminin çıxışını verməyən şəxslərlə əksinə bu etirazların qızışmasının əleyhdarı olublar ki, onu verməyiblər. Bu bir. Üzr istəyirəm, mən dedim ki, mənim o çıxış elədiyim hissə kəsilibdir. Fəhminin yox, eyni vaxtda həm Fəhminin, mənim də prezidentə olan suallarım kəsilmiş. Mən elə dedim. Aydındır. Və dediyim kimi, ayrı-ayrı şəxslərin çıxışlarına görə, irəli sürü təkliflərə görə başqaları məsuliyyət daşımırlar. Və o ki, qaldı mənim dediyim məlumata ki, yaralı əskərləri xəstəxanada güllələyiblər. Belə bir məlumat o günlərdə doğrudan da gəlmişdi, bir neçə mənbədən təsdiq olunurdu. Ancaq buna baxmayaraq, mən həmin sözü deyərkən bildirdim ki, belə bir məlumat gəlib, bu yoxlanılmalıdır. Onu da komissiya yoxlamalıydı ki, bu həqiqətə uyğundur, yoxsa həqiqətə uyğun deyil. Bu bir. İkincisi, deməli, polkovnik Əbiyevlə bağlı söhbətlər. O dəvət olunubdur prezidentin kabinetinə və orada ona təklif olunub ki, əgər razıdırsa, baş qərargah rəisi vəzifəsinə təyin oluna bilər. Və deyildiyi kimi, onun qarşısında Gəncə işini başa çatdırmaq vəzifəsi yox, Gəncədəki proseslərin yayılmasının qarşısını almaq vəzifəsi qoyulubdur. Xahiş edirəm, böhtançılıqla və uydurmaçılıqla məşğul olmayın. Həmin məsələ onun qarşısında qoyulub. O da uzun müzakirələrdən sonra deyib ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Bu şəkildə həll etmək lazımdır. Ancaq məni bir hərbiçi kimi qəbul edirsinizsə, etimad göstərirsinizsə, mən həmin vəzifəyə getməyə razıyam. Söhbət belə olur. Nurəddin Sadıqovun fərmanı haqqında xahiş edirəm. Bu suala mən artıq cavab verdim. Bu, yenə də bayaqki praktikanın ardıdır ki, burada nazirləri, mənim onların hamısına hörmətim var və burada onlar haqqında deyilir ki, güya bu adamlar təsadüf adamlardılar. Halbuki onların hər biri bu və digər dərəcədə öz sahəsində yetişmiş profesionallar idilər. Burada bu praktika ondan ibarət ki, mənim nazirləri sıxışdırıb, onlardan prezidentin əleyhinə, başqa dövlət rəhbərlərinin əleyhinə ifadələr almaq və indi məni sıxışdırıb başqalarının haqqında danışmaq. Siz, üzr istəyirəm, əgər məsələ ciddi yanaşırsınızsa, başa düşürsünüz ki,
yüksək vəzifəli şəxslərin dəyişdirilməsi bir adamın qərarı ilə ola bilməz. Hətta prezident özü də heç vaxt çalışırdı ki, bu cür addım atmasın. Hər hansı bir ciddi kadr dəyişikliyində məsləhətləşməyə tərəfdar olurdu. Bu məsələdə məsləhətləşmə əsasında həll olunur. Axı siz prezidentin adından demişsiniz ki, fərman olacaq. Prezident bir söz deməyib. Siz demişsiniz axşam fərman olacaq. Prezident əgər səhv eləmirəmsə mənim yanımda olub, yəni öz kabinetində olub. Mənim suallarım yox. Yox. Sual verməlisiniz. Buyurun, buyurun, yox. Mikrofon verin. Azərbaycanın belə gözəl bir Siz təqdim etdiyiniz özü. Hüseynov Cahangir, 139-cu seçki dairəsi. Deyir, yıxılana balta çalmazlar İsa bəy. Ancaq bugün həqiqətən sizin çıxışınızdan mən şəxsən elə təəssürat buraxdı ki, sizin, yəni iktidarın ən görkəmli nümayəndələrindən biri keçmiş iktidarın özünüzü heç bir şeydə günahlandırmırsınız. Mənim sizə 2 dənə sualım olacaq. Mən üzr istəyirəm. Ona görə ki, bugün burada nə Əbülfəz Elçi bəy, Azərbaycanın prezidenti, nə dövlət katibi, nə baş nazir iştirak eləmir. Hansı səbəblərdən də hələlik ki, səbəbləri məlum deyil, prezidentinkindən başqa. Mənim bir sualım var. 28 mayda, təxminən may ayının axırlarında 709 nömrəli hərbi hissənin komandanlığı Respublika prezidentinə və Ali Sovetin sədri İsa Qəmbərə müraciət edib ki, Azərbaycanda ictimai, siyasi, hərbi vəziyyət gərgindir. Həmin müraciəti mən səhvi baxmışam, o mətbuatda, qəzetdə getməyib. Və müraciətlə sizə müraciət ediblər. Siz isə həmin müraciəti Milli Məclisdə yox, Respublika baş prokuroru İxtiyar Şirinovun üzərinə göndərmişsiniz. Hansı əsaslardan mən xahiş edirdim bu barədə? Cavab verərdiniz, bir də ikinci sualım olur. Aydındır. Əvvəla burada yenə təkrar olundu ki, prezident və başqa şəxslər burada iştirak eləmirlər. Siz bir çox məsələlərə adam toxunmaq istəmir, çünki sözü gətirib çıxarır və iqtidara heç bir dəxli olmayan adamların bugünkü gərgin və təhlükəli müəyyən mənada dövrdə vəziyyətindən söhbət getdiyi üçün hər şeyi danışmaq da olmur. Ancaq bir tərəfdən prezidenti Bakıya dəvət edirlər, o bir tərəfdən də prezidentə yaxın olan adamlara xəbərdarlıq edirlər ki, prezident Bakıya gələrsə təyyarənin tərəfindən enməyə də macal tapmamış həbs olunacaq. Onda niyə dəvət edirlər və niyə belə rəy yaradırlar ki, güya prezident könüllü şəkildə iştirak edir? Mən xahiş edirəm, suala cavab verəsiniz də İsa bəy. Sualın cavabı isə belədir. Onu komissiyada öz rəyində bildirdi. Hər bir dövlətin qanunları var, konstitusiyası var və bütün atılan addımlar onun çərçivəsində olmalıdır. Hər hansı bir qrup hərbiçinin birləşərək hərbi birlik yaradıb, elan etməyə ki, bütün bu məsələlər özlərlərinə götürürlər və s. və Müdafiə Nazirini tanımırlar. Bu qeyri-qanuni addımdır. Və bu addımlar barədə təbii ki, prokurorluq maraqlanmalıdır ki, nəyə görə bu qeyri-qanuni addım atılıb? Bunu da siz də bir hüquqşünas kimi bilməlisiniz ki, heç kəsin qeyri-qanuni hərbi təşkilatlar, birliklər yaratmaq ixtiyarı yoxdur. Səbəb, mən sizin bu cavabla tamamilə razı deyiləm. Sizin o müraciəti baş prokurora göndərməyiniz əsas götürüb, baş prokuror qanunsuz olaraq Sürət Hüseynov haqqında cinayətçi başlayıb. Bax, əsas səbəblərdən də biri budur. Mənə elə gəlir ki, komissiyada bu göstərilmədi. Ancaq cinayətçinin başlanmasında Sürət Hüseynovun, daha doğrusu 709 nömrəli hərbi hissənin Respublika prezidentinə, Milli Məclisin sədri İsa Qəmbərə göndərdiyi müraciətinin əksində siz onun haqqında cinayətçi başlatdırmışsınız. Mənə elə gəlir ki, suala cavab vermədiniz, ancaq mən ikinci sualımı xahiş edirəm deyim. Mən üzr istəyirəm ki, komissiyanın rəyində də bu məsələyə münasibət bildirir. Komissiyada baxarlar, mən izah elədim. Bir də mən 18 may hadisəsinə qayıtmaq istəyirəm məclisdə. Deputatlar sizə müraciət edəndə ki, Ali Sovetin sessiyasını çağırmaq istəyirik və məlum səbəblərə görə biz bir ildən artıq, yəni 18 may 92-ci ildə sizi Ali Sovetə sədr seçdikdən sonra siz bütün deputatların hüquqlarını məhdudlaşdırdınız, sessiyanı isə tamamilə ləğv elədiniz. Bunun səbəbləri aydındır, bunu da siz də çox gözəl bilirsiniz. Biz yenidən 18 may bu ildə sizə müraciət edəndə 136 deputat müraciət edəndə ki, hörmətli İsa bəy, Respublikada hərbi, ictimai, siyasi vəziyyət olduqca gərgindir. Xahiş edirik, Respublikanın bütün millət vəkillərini dəvət edəsiniz. İctimaiyyəti dəvət edəsiniz, bu məsələlərə baxaq. Siz isə aşkarana sürətlə dediniz ki, biz hakimiyyətə necə gəlmişiz, sizə silah gücünə, gedin siz də elə gəlin. Bir də mən istəyərdim bu sualı burada çıxıyasınız. Sağ olun. Siz qarışdırırsınız məsələləri bir-birinə. Mən deməmişəm ki, biz silah gücünə hakimiyyətə gəlmişik, siz də bacarırsınızsa gəlin. Və əgər siz hesab edirsinizsə ki, siz hakimiyyətə gəlmişsiniz və siz güya şəxsən siz silah gücünə hakimiyyətə gəlmişsiniz, o sizin öz işinizdir.
Və o ki qaldı Ali Sovetin yığılmasına, bəli, mən əvvəlcədən Ali Sovetin yığılmasının əleyhinə olmuşam.